Sərdar Süleymanoğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleymanoğlu Səfərova general-mayor ali hərbi rütbəsi verilib. Bəs Sərdar Səfərov kimdir? Doğru Xəbər Azərbaycan onun dosyasını təqdim edir. Prezidentin yüksək rütbə verdiyi Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda doğulub. 1999-cu ildə Türkiyənin Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. O 2019-2022-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin idarənin rəisi vəzifələrində xidmət edib. 2023-cü ilin yanvarında isə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. Eyni ildə polis general-mayoru Xankəndi şəhərinin komendantı olub. Prezident Xankəndiyə səfər edərkən report verib. Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz xidmət vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə, hərbi xidmətlərə görə, igidliyə görə və vətən uğrunda medalları ilə təltif edilib. Ailəlidir, 3 övladı var.